OTK sınaqlarında 150 balı keçə bilməyən bir uşaq imtahanda 200-ü keçə bilərmi, yoxsa yox? Videomuzun mövzusu budur. Sizdən bir istəyim odur ki, səhifəmizi izləyin. Bismillah getdik. Uşaqlar, bir şeyi yaddan çıxarmayın ki, sən OTK sınağına indi girirsən və sənin imtahanına hələ ən azından 2 sağlam ay qalır. Və həmin o 2 ay keçən 2 ilindən hətta dəyəridir. Birincisi ona görə ki, bu hələ gələcək. Bu sənin əlindədir, bunu sən kontrol edə bilərsən inşallah. Keçən isə artıq keç. Bu birinci tərəf, indi psixoloji tərəfi. İkinci isə ən real tərəfi budur ki, baxın, 2 il boyunca sən durmadan bilmədiyin yeni şeylər öyrənmirsən. İndi isə sən bildiyin şeyləri təkrarlayırsan, ümumiləşdirirsən. Yəni, bir çirkli, dağılmış bir otaq düşün, tamamilə dağılıb, bütün əşyalar yığılıb və sən bütün 2 il boyu ancaq buradakı o əşyaları çölə çıxartmaqla məşğul olmuşsan. Artıq indi nədir? Hər şeyi tamamilə çölə çıxartmışsan, tərtəmizi içərisi, artıq bundan sonra onun içərisinə nəyi hara qoyacağın, nəyi harada yerləşdirəcəyin sənin öz əlinə qalır. İstəyərsən onu boş saxlayarsın, istəyərsən qəşəng öz zövqünə uyğun dizayn eləyərsən. Artıq sən gəlib o otağı tam hazır vəziyyətə çatdırmısan, qalıb dediyim kimi bundan sonra son toxunuşlar. Bax, bu 2 ay sənin son toxunuşlarındır. Bunu nə qədər yaxşı edəcəksənsə, imtahan balına təsir edəcək. Mən sizə əminliklə deyirəm ki, siz qısa bir müddətin içərisində bu 2 ay maksimum güclə çalışıb, həmin o 150 bal 250 bala qədər rahatlıqla qaldıra bilər. Çox rahat. Birincisi, sınağa adam o qədər də belə ciddi düşünmür. Dostlarınla bir yerdə gedirsən, dərsdən təzə çıxmısan, bu bir. İkinci bir tərəfi, sənin hələ 2 ayın qalıb, yəni hələ yeni öyrənəcəyin, təkrarlayacağın, üstünə gətirəcəyin şeylər var. Hə, o düşüncəni boş ver. 2 ilə öyrənməyən 2 ay nə öyrənə bilər? Çox şey öyrənə bilər. Tam səmimi deyim, çox şey öyrənə bilər. Sən bu 2 ayın içində gəl bizim sürət qrupumuza qoşul, bütün proqramı başdan sona qədər bizlə bərabər hər gün axşam saat 6-da və yaxud 10-da, hər gün imtahana kimi canlı açırıq, imtahana kimi hər gün dərs keçirik, Azərbaycan ilə proqramı 2-də bitirəcəksən, riyaziyyatdan sınaq və sürət qrupuna qoşula bilərsən, o da həftədə 4-5 dəfədir və yaxud ingilis dilində də eynən, yəni qoşul imtahana kimi bizlə təkrar elə, heç olmasa 50-80 bala qədər, hətta 100 bala qədər imtahanda artıra biləcəksən inşallah. Qoşulmaq üçün 055 597 0151-ə yazırsınız və salam, gedirsiniz, bal toplayırsınız. Bu qədər, sağ olun.